İlk Azərbaycan güləşçisi Fərid Mansurov döşəyə çıxır. Qırmızı geyimdədir Fərid Mansurov və azarkeşlər böyük coşqu ilə Fəridi qarşılayırlar. Təbii ki, bu çəkili dərəcəsində ən qələbəyə, ən real namizədlərdən də Fərid Mansurov və onun rəqibi isə Venezuela idmançısı Endrik Arteqadır. Göy geyimdədir Venezuela idmançısı və ilk dəqiqələrdən bir qədər, belə deyək, çox fəal başladılar görüşə və bu səbəbdən hakim görüşü saxladı və indi yenidən görüş davam etdiriləcək. Bir qədər sonra ekranlarınızda Fərid Mansurovu gördünüz bir qədər öncə. Budur. 66 kiloqram çəkili dərəcəsində qələbəyə medal ümidimiz, belə deyək. Təbii ki, uğurlu startdan çox şey asıldı. Bugün çıxış edən idmançılarımız içərisində öncə Fərid Mansurov mübarizəyə qoşuldu. Daha sonra isə Rövşən Bayramov 55 kiloqramda və 60 kiloqramda Vitali Rəhimov döşək üzərinə çıxacaqlar. Güç atmaya əsasən Fərid daha erkən 32-də biri final mərhələsində mübarizəyə qoşulub. Uzun müddət zədəd səbəbindən yarışlardan kənar qaldı Fərid Mansurov Afina Olimpiyadasından sonra. Amma sevindirici haldır ki, zədəsini sağaldıb və yenidən döşəyə qayıdıb və bugün yığma komandamızın əsas medal ümidlərindəndir. Bir dəqiqə tamam oldu. İdmançıların heç bir xal qazana bilməyib və püş atılır. Püşün nəticəsi. Bəli, Fərid Mansurov indi parter vəziyyətində oturmalıdır. Venezuela təmsilçisi Endrik Artega. Görək bu vəziyyətdə nə edə biləcək? Təbii ki, onun nə isə etməsini heç arzulamırıq da. Bu arada isə A xalçasında Şərəf Əroğlu rəqibinə qalib gəlir və növbəti mərhələyə çıxır. Fərid Mansurov isə indi müdafiə olunmalıdır. Yox, imkan vermək olmaz rəqibə nə isə etməyə və Fərid özü vəziyyətdən çıxdı. Vəziyyətdən çıxdı və daha bir xal artıq 2-0 Fərid Mansurov. Hesab əldədir. Bu hissəni, bəli, 2 xal, daha 2 xal, nakat fəndi 4-0. Əhsən Fərid vəziyyətdən çıxdı və rəqibə daha bir xal vəziyyətdən çıxdığı üçün 30 saniyə ərzində rəqibə fən işlətmə imkan vermədiyi üçün artıq 5-0 hesabda irəliləri Fərid Mansurov. İndi Fərid görək parter vəziyyətini rəqibinə qarşı nə edəcək? Hər halda parterdə işləmə bacarığı nümayiş etdirdi. Bundan əvvəl Fərid Mansurov daha 2 xal və 7-0. Yox, 1 xal ilə qiymətləndir. Hakim bilir ki, təmiz yerinə yetirilməmişdi və vaxtından əvvəl başa çatdırır görüşü. 1 dəqiqə 46 saniyə. 6-0. Və birinci hissənin başa çatmasını heç gözləmədi. Buna imkan vermədi və 6-0 hesabı ilə birinci hissənin öz xeyrinə başa vurur ki, hesab arası fərqində belə həddə çatması artıq görüşün vaxtından əvvəl, ümumiyyətlə həmin hissənin vaxtından əvvəl başa çatması deməkdir. Hər şey qaydasındadır. Bir daha izləyirik. Təkrar görüntüləri izləyirik. Fərid Mansurovun yerinə yetirdiyi fənlər. Əgər Fərid bu görüşü qələbə ilə başa vuracaq, təbii ki, buna heç şübhə etmirik. İnanırıq ki, Fərid Mansurov bu görüşdə qələbə qazanacaq. O zaman Venezuela idmançısı artıq Fərid Mansurov azarkeşlik etməyə başlayacaq. Həm Venezuela idmançısının məşqləri, çünki Fərid Mansurovun finala da irəliləməsi artıq bu idmançının da bürünc medal uğrunda şanslarını artırır
Və təbii ki, idmançıların bu yarışda qarşısına qoyduqları minimum vəzifə Pekin Yay Olimpiya oyunlarına lisenziya qazanmaqdır, 4-də 1 finala çıxmaqla ilk 8-yə düşməklə. Maksimum vəzifəsi təbii ki, medaldır. Hər halda medal qazana bilməsi də idmançılar təbii ki, Pekin Yay Olimpiya oyunlarına lisenziya qazanmaq onların təsəllisi ola bilər. İkinci hissə başlayır. Fərid Mansurov, Endre Artega görüşündə. Birinci hissəni vaxtından əvvəl başa vurdu idmançımız 6-0 hesablı üstünlüklə. Görək ikinci hissədə nələr baş verəcək. Bir qədər rahat güləşir Fərid və indi daha bir fən yerinə yetirmək, o rəqibinə yapışıb, bıçağından yapışaraq onu, bəli, 3 xal döşəyə vura bildi. Fərid daha 3 xal və ümumiyyətlə bu cür fənlər onun ifasında çox təhlükəli alınır Fərid Mansurovun ifasında. Bəli, tuşu, rəqibin kürəkləri yerə dəydi fən yerinə yetirilən anda və vaxtından əvvəl Fərid Mansurov görüşü təmiz qələbə ilə başlayır. Bir daha izləyirik. Bəli, filmimizdə rəqibin kürəyi yerə toxundu və iki kürəyin yerə toxunması isə təbii ki, artıq təmiz qələbə deməkdir. Təbrik edirik idmançımızı. İlk görüşü qələbə ilə başa vurdu. Uğurlu bir start. Təbii ki, hər birimizi çox sevindirir bu. Bir daha izləyirik. Müxtəlif rakursdan görüntülər. Ekran görüntülər nümayiş oldu. İdmançımız vaxtından əvvəl bu görüşü qələbə ilə başa vurur. Startımız uğurlu alanda. Bir daha izləyirik. Təmiz qələbə.